Yuxuda qar görmək. Yuxuda qar görmək ümumilikdə saflıq, sakitlik, rahatlıq və bəzən də həyatdakı durğunluqla əlaqələndirilən yuxulardan biridir. Qar ağ rəngdə olduğu üçün yuxularda çox vaxt təmiz niyyətləri, günahsızlığı və yeni başlanğıcları simvolizə edir. Lakin qarın necə və harada görüldüyünə görə bu yuxunun mənası həm müsbət, həm də mənfi ola bilər. Əgər yuxuda sakit şəkildə yağan qar görürsənsə, həyatında yaxın zamanda rahatlıq tapacağına, daxili huzurun artacağına işarədir. Bu cür yuxuları adətən insan çətin bir dövrdən sonra görür və Allahın izni ilə sıxıntıların yavaş-yavaş aradan qalxacağını göstərir. Yuxuda ağ və təmiz qar görmək çox xeyirli sayılır. Bu halal ruzi, pak niyyət və ürəyin təmiz olması deməkdir. Belə bir yuxu görən insanın duasının qəbul olacağına və ürəyində saxladığı arzuların gec də olsa gerçəkləşəcəyinə yozulur. Əgər qar güclü şəkildə yağırsa və hər yeri örtürsə, bu insanın həyatında bir müddət durğunluq yaşayacağına işarə edir. Bu durğunluq bəzən maddi, bəzən də emosional ola bilər. Lakin bu mənfi sayılmır. Bu dövr insanın düşünməsi, plan qurması və özünü toparlaması üçün bir fürsət kimi yozulur. Yuxuda qarın yolunu bağladığını görmək qarşıya çıxacaq maneələrə işarədir. Bu, işdə gecikmə, planların təxirə düşməsi və ya istədiyin bir məsələnin biraz gec baş tutması deməkdir. Amma qar əridikdə yol açılırsa, bu maneələrin müvəqqəti olacağını göstərir. Əgər yuxuda qar üzərində rahat şəkildə yeriyirsənsə, bu həyatında qarşılaşacağın çətinliklərin öhdəsindən asanlıqla gələcəyinə işarə edir. Qar üzərində sürüşmək isə diqqətsizlikdən qaynaqlanan xırda problemlərə yozulur. Yuxuda qar yemək iki cür yozulur. Əgər qar təmizdirsə və xoş hiss yaradırsa, bu halal ruzi və gözlənilməz qazanc deməkdir. Əgər qar çirkli və ya soyuqdan narahat edirsə, bu xəstəlik və ya zəiflik əlaməti kimi qəbul edilir. Yuxuda qarın əridiyini görmək çox müsbət mənaya malikdir. Bu dərdlərin azalacağına, problemlərin yavaş-yavaş yox olacağına və həyatın yenidən axarına düşəcəyinə işarə edir. Qarın əriməsi ümumilikdə rahatlıq və ümid rəmzidir. Əgər yuxuda qış vaxtı qar görürsənsə, bu təbii və xeyirli sayılır. Amma yay vaxtı qar görmək gözlənilməz hadisələrə və insanı təəccübləndirəcək xəbərlərə işarə edir. Bu xəbərlər həm müsbət, həm də mənfi ola bilər. Yuxunun ümumi hissi burada önəmlidir. Yuxuda evin qarla örtüldüyünü görmək, ailə həyatında sakitlik və bəzən də soyuqluq deməkdir. Bu, ailə üzvləri arasında biraz məsafə yarana biləcəyinə işarə etsə də, qalıcı problem kimi yozulmur. Əgər yuxuda qar altında üşüyürsənsə, bu real həyatda özünü tək hiss etməyə, dəstəyə ehtiyac duymağa işarə edir. Bu cür yuxular insanın psixoloji vəziyyətinin yuxuya əks olunmasıdır. Ümumilikdə yuxuda qar görmək səbir, təmkin və gözləmə dövrünü simvolizə edir. Bu yuxu insanı tələsməməyə, hər şeyin zamanla yerinə düşəcəyinə inanmağa çağırır. Qar necə səssizcə yağırsa, həyatdakı bəzi dəyişikliklər də səssiz və yavaş-yavaş baş verəcək deməkdir.